Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Bugün sizlərə səhər seansının suallarını təqdim edirəm. Bilirsiniz ki, hələ də sertifikasiya müsahibə mərhələsi davam edir. Oktyabr ayının müəyyən gününə kimi. Və fərqli suallar olduğu təqdirdə təbii ki, paylaşacağam. Bir də fərqli sual yoxdur, lakin özüm paylaşıram ki, bəzən olur ki, məzmun etibarı ilə eyni suallar düşə bilir. İlk sualımıza baxaq. Sinifin səviyyəsi aşağı olarsa nə edərsiniz? Belə bir sual ünvanlanıb səhər seansında. Sinifin səviyyəsi aşağı olarsa nə edərsiniz? Ümumiyyətlə biz tədris ilinin əvvəlində diaqnostik qiymətləndirmə keçirdirik və diaqnostik qiymətləndirməyə əsasən sinifin səviyyəsini müəyyənləşdirə bilərik və avtomatik olaraq da planlaşdırmamızda tevrik dəyişiklik etməyə bizi şərait də yaradır. Ya diaqnostik qiymətləndirmə keçirdib də sinifin səviyyəsini müəyyənləşdirə bilmişiksə, əgər biliriksə ki, tədrisin əvvəlində sinifin səviyyəsi aşağıdır, müəllim bu zaman özü müəyyən addımlarını atmalıdır və planlaşdırmasında dəyişikliyi etməlidir. İlk öncə, təbii ki, şagirdlərin maraq dairəsini nəzərə alıb, intellektlərini nəzərə alıb, elə dərsi təşkil etməlidir. Yəni, tədris proqramını onlara mənimsətməlidir və daha sonra dərsdən kənar əlavə məşğələlər təşkil etməklə şagirdlərə boşluqları olan məqamları, mövzuları onlara çatdırmalıdır. Həm də bu müəllimin vəzifəsidir, dərsdən kənar əlavə məşğələ təşkil etməsi. Bu yanaşmanı etməklə müəllim sinifin səviyyəsini müəyyən bir səviyyəyə gətirib çatdıra bilər. Qiymətləndirmələrin nəticələrini harda qeyd edirsiniz? Bu məktəbdaxil qiymətləndirmədən söhbət gedir. Bildiyimiz kimi məktəbdaxil qiymətləndirmənin 3 növü var: diaqnostik, formativ və summativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir və şagirdlər ilkin diaqnoz qoyur. Nəticəsi şagirdin portfolyosunda nədir? Saxlanılır. Summativ qiymətləndirmənin nəticəsi isə təbii ki, saxlanılır. Harda? Yəni saxlanılır deyəndə, yəni harda qeyd olunur nəticələr qeyd olunur məktəb jurnalında, yəni sinif jurnalı qeyd olunur. Amma formativ isə gündəlik qiymətləndirmədir. Formativ qiymətləndirməsi təbii ki, müəllimin qeyd dəftərində nəticələr qeyd olunur. Müəllimin öz qeyd dəftəri olmalıdır. Bir də şagirdin məktəbli kitabçasında təbii ki, şagirdə həmin o nəticəni yaza bilərik. Həm şifa, həm yazılı şəkildə təbii ki, edə bilərik. Valideynə övladının nəticələrini necə bildirirsiniz? Təbii ki, biz valideynlə mütəmadi olaraq əməkdaşlıq etməliyik. Bu, bir müəllim olaraq bizim vəzifəmizdir. Övladı haqqında da məlumat mütləq vermək lazımdır və mütəmadi olaraq övladı haqqında valideyni məlumatlandırmışıqsa, təbii ki, sabahlarım hansısa bir övladın nəticəsindən narazı olanda da onu dilinə gətirib səsləndirə bilməyəcək. Çünki mən mütəmadi olaraq bir müəllim olaraq övladı haqqında məlumat vermişəm. Əgər zəif bir nəticə göstərirsə, əməkdaşlıq edərək o problemi də aradan qaldırmaq bizim vəzifə borcumuzdur. O sözsüz. Və təbii ki, valideyn iclaslarında ümumi bir iclasda müzakirə çıxarmağımız doğru deyil. Bunu etmirəm təbii ki. Müsbət yanaşmalarını deyirəm. Əgər mənfi bir yanaşmalar varsa evladı haqqında, hər bir valideynə fərdi şəkildə bunu çatdırıram. Təbii ki, belə deyə bilərsiniz. Öyrənməni necə təşkil edirsiniz sinifdə? Öyrənməni təşkil etməkdən ötürü ilk öncə təlim nəticəmizi düzgün qurmalıyıq. Təlim nəticəmizə uyğun olan strategiyaları müəyyənləşdirməliyik. Strategiyalarımızı da müəyyənləşdirərkən şagirdlərin maraqlarını, onların öyrənmə tərzlərini, intellektlərini nəzərə almamız mütləqdir ki, orada öyrənmə baş versin. Və öyrənmənin baş verməsi üçün də müəllim sinifdə sağlam psixoloji mühit də yaratmalıdır. Çünki şagird hansısa bir mövzuna bağlı sualı olanda onu dilinə gətirib səsləndirə bilsin və ya da səhv edəni dilinə gətirsin ki, həmin o səhvini aradan qaldırmaqdadır. Müəllim ona da istiqamət verə bilsin. Sağlam psixoloji mühit də burada mütləqdir, öz rolunu oynar ki, orada öyrənmə baş verə bilsin ki, şagird qorxarsa, çəkinərsə, orada öyrənmə də baş verməyəcəkdir. Yenə də təkrarlayıram, öyrənməni necə təşkil edərsiniz? Öyrənməni təşkil etməkdən ötürü ilk öncə sağlam psixoloji mühit qururuq, sonra isə təlim nəticəmizə uyğun olan strategiyalar müəyyənləşdiririk. Strategiyalarımızı müəyyənləşdirərkən şagirdlərin maraq dairələrini, intellektlərini nəzərə almağımız və ona uyğun da metodlarımızı seçməyimiz mütləqdir. Bu sualda belə cavab verə bilərsiniz. Belə əziz və dəyərli müəllimlərimiz, hələ ki suallar, səhər seansı sualları bunlardır. Əgər gün ərzində də YouTube kanalımda izahı olmayan bir sual olarsa, kanalımızda paylaşacağım. Sizlərdən istəyimiz kanalımıza abunə olmağınızdır, bəyənməyiniz və paylaşmağınızdır. Dinlədiyinizə görə də təşəkkür edirəm.